həmişə bir dənə olur, yuxarıcı da bir yerdə bir dənə olur. Bunu unutmayın. Bir hərəkət hissəsi var. Yəni bu parkurdan bu parkura olan hissə bir hərəkət hissəsidir. Ortada qazon, beton, dəmir, sərf olarsa onu iki hissələrə ayırmaq olar. Yoxdursa yox. Və keçdik kesişmələrə. Kesişmə baxın, qazonların sayına görə. Məsələn, 2 dənə qazon varsa, deməli 3 kesişməsi var. 3 qazon olanda 4 kesişmə var. 4 qazon olanda 5 kesişmə. Yəni bir qazon 2 dənə kesişmə yaradır. Baxın. 2 kesişmə, 2 kesişmə, 3 kesişmə. Qazonun birini artırsaq, bura o tərəfi sayacaq 4 kesişmə. Bir qazon artıralım, o tərəfində sayacaq 5 kesişmə. Bu cür artacaq. Və qazonlar bu tərəfdə 3 dənə, burada 1 dənədirsə, bunu saymayayım. Az olan tərəfi yox, çox olan tərəfi. Yaxud burada 1 dənədir, burada 4 dənədir. Bu tərəfin kesişmələrini sayın. Yəni qazon hansı tərəfdə bərabər olanda hamısı var. Bərabərdirsə 1, 2, 3. Eynidir də bərabərdir. Bir tərəfi sayın bəs edir ümumiyyətcə, bir tərəfə baxmayın. Yəni az olan